şəhidlərimizin bacılarını, qardaşlarını salamlayıram. Mən özüm də birinci Qarabağ müharibəsi veteranıyam. Mən də bilirəm, o yollardan keçmişik. Bəli, acı nədir, onu dərk edirəm, bilirəm. Bugün buraya biz şəhidimiz Cəlal Feyruzun işığına yapışmışıq. Allah bütün itkin düşən şəhidlərimizin tezliklə ailələrinə qovuştursun. Yəni onların da ziyarət elədiyi bir yer olsun, belə deyək. Cənab Prezidentimizin təmir yumruğu ətrafında bizim gənclərimiz, cavanlarımız sıx birləşdi və 30 il həsrətində olduğumuz erməni tapdağı işğalında olan torpaqlarımızı azad etdik. Biz Cənab Prezidentimizə və onun ailəsinə ölkəmizə can sağlığı arzu verib, arzu edirik ki, bundan sonra ölkəmizdə, ümumiyyətlə dünyamızda müharibə yox olsun və ailələrə ancaq sevinç xəbərləri gəlsin. Bugün mən haşiyədən biraz qərara çıxım. Mənimlə yanaşı duran Elmar Sahib bizim gənc şairimiz. Mən ona müəllim də deyə bilirəm, bəli. Eləcə də bugün müəllimlər günüdür. Mən Elmar Sahibi də və eləcə də onun timsalında olan bütün müəllimlərimizi təbrik edirəm. Və ona mənim bir kiçik bir hədiyyəm olacaq. Azərbaycan Respublikasının qanunlarına aid olaraq Qanun Yolu TV.az ictimai-siyasi xəbər portalının rəis ordusunun nəticəsində şəhid qazi ailələrinə, müharibə veteranlarına mənəvi dəstək, eləcə də şəhid tədbirlərinin təşkilində göstərdiyi fədakar əməyini nəzərə alaraq ictimai işlərdə fəal olduğu üçün və yüksək vətənpərvərlik nümunəsi göstərdiyinə görə vətənpərvər gənc şair Elmar Sahib fəxri diplomla təltif edilir. Uğurlarınız davamlı olsun Elmar müəllim. Var olun. Və bir də bu hədiyyəmizi qəbul edərsiniz. Bu da bizim kollektivimiz adından sizə bir hədiyyədir. Həmişə qolunuzda olsun. Saat kimi işlək, işlərinizdə uğurlar. Var olun, sağ olun.